Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Hamınıza hörmət və ehtiramı bildirirəm. Hər birinizi salamlayıram, hər birinizə sülh və əmin-amanlıq diləyirəm. Məni çıxış eləməyə məcbur edən bu yaxınlarda TikTokda Rüstəm Məmmədov, Biləsuvardan Rüstəm Məmmədov bir çəkiliş qoyub. O vadar elədi çıxış eləməyimə. Rüstəm Məmmədov mənim çıxışlarıma baxıb çox əsəbləşib və tez-tez gəlib sosial şəbəkədə çıxış eləyir. Heç özü də bilmir nə danışır. Gah mətləbin adını çəkir. Gah Melorasiyanın müdiri Qasım Qasımovun da çəkir. Gah Melorasiya işçisi Fəttahın adını çəkir. Gah mənim adımı çəkir. Gah mənim tayfamın adını çəkir. Gah deyir ki, birinin buynuzu var, birinin nə bilim şəkəri var. Yəni sözü yoxdur da bunun danışmağa. Bilirsiniz, ay millət, ay cəmaət, ay xalq, ay əhali. Deməli, kimsə kimin xəstəliyin üzünə vurursa, o onun acizliyini göstərir. O insanın acizliyini göstərir. Xəstəliklə heç bir kəsi imtahana çəkmək olmaz. O Allahın işidir. Bəlkə elə sabah, ay Rüstəm, səni bundan da betər xəstəlik tutacaq. Bunu Allah bilər. Deməli, bu Rüstəm Məmmədov çıxışında deyir ki, Gülmür sən bu böyükləri narahat eləmə, onların adını çəkmə ayıbdır. İrad bildirir mənə. Bəli, mən ad çəkmərəm. Niyə çəkim ki? Əvvəla yazmağı səndən öyrəndim. Çəkiliş çəkməyi səndən öyrəndim. İndi xalq, millət, insanlar baxır bu çəkilişlərə, onlar öz qiymətlərini verəcəklər. Kim düzdür, kim nadüzdür. Çünki hər bir adamı özü görə bilmir. Onu kənardakılar görürlər. Bu Rüstəm Məmmədov da deməli iddia eləyir ki, sən cəmaət, deməli böyüklərin adını çəkmə, hörmətli insanların adını. Mən hörmətli insanların adını çəkmərəm o vaxtı ki, sən 50 kilometrə durub şəhərdən, Biləsuvar şəhərindən gəlib, Cənub Muğan kollektorunun suyu ilə maraqlanmayasan. Sən orada gəlib Salyan Muğan su yığıcı və ötürücü kollektorunun suyu ilə maraqlanmayasan. Sən oradan durub gəlib Şimal Orta Akışa kollektorunun suyu ilə maraqlanmayasan. Ölkəmizdə 10 milyon 230 min əhali var. Heç biri bu su ilə maraqlanmadı. Bu suyun məcrası ilə. Hara gedir, necə gedir, kimə gedir, nəyə gedir. Sən niyə maraqlanırsan? Və sual olunur, və sual edirəm. Ay millət, bəlkə siz bir şey bilirsiniz. Bu niyə maraqlanır bu suyun hara getməsi ilə? Sən meliorator deyirsən, meliorasiya işçisi deyirsən, ekologiya işçisi deyirsən. Adi bir insansan. Pensiya alırsan, ged nəvələri saxlayın, nəvələrinlə gününü keçirkinə, pensiya dolan günə. Mən sosial şəbəkələrdə çıxış edəndə mən bir çıxışımda deməmişəm ki, Rüstəmin 5 maşını var, evi 2 mərtəbədir və yaxud bu pensiya filan qədər alır. Mənə nə aidiyyatı var ki? Mən sadəcə deyirəm Rüstəm kişi, eləməginə. Cəmaatın suyu ilə işin olmasın, cəmaatın suyunu kəsməklə, mane olmaqla. Onu bunu şərləyib cəmaatı incitməklə. Və mən bunu deyirəm. Rüstəm Məmmədov, vaxt gələcək, sən də dünyaya dəyişəcəksən, mən də. Ancaq bu, mənim nəvələrim, mənim oğlanlarıma nə deyəcəklər ki, nə işlər görmüşəm, nə çıxışlar eləmişəm. Və sənin nəvələrin, balaların nə deyəcək? El içində görəndə cəmaat nə deyəcək? Bizə nə deyəcək? Deyəcək ki, bu filankəsin oğludur, bu filankəsin nəvəsidir Rüstəmin. Hansı Rüstəm? O Rüstəm ki, əhalinin, millətin, fermerlərin, sahibkarların, onu heyvanqaranın suyunu kəsirdi. Və buna maneçilik törədir. Bunu təşkil edirdi. Ayıbdır. Dünya malı dünyada qalacaq. Mən, ola bilsin, çox adam bilmir, mən bilirəm sən nəyə görə edirsən. Mən söz var, ay cəmaat, deyir ki, xalq içində, söz var, xalq içində. Mən hələ xalq içində danışıram. Bəzi sözləri, bəzi məsələləri bilirəm, xalq içində demək istəmirəm. Rüstəm Məmmədovun ətrafında gəzən o 3 saylı regional ekologiyanın bəzi işçiləri, adlarını hələ ki çəkmirəm, çünki mən onlarla çörək yemişəm, ad çəkmirəm. Mən xalq içində deyiləsi sözü deyərəm, sonra çox adamın başı ağrıyar, çox adam inciyər. Eləməyin belə şeyləri.
Bu kişini öyrədim, onun bunun üstünə salmayın. O melioratorlar ki, su verir ha insanlara. Onların yeri indidən cənnətdə idi. Onlar cənnətlərin indidən qazanırlar. O sənin sözü ilə, ya və yaxud mənim sözümlə onlar işləmirlər. Onlar dövlət nümayəndələridir. Onlar hardan suyu hara verirlər, onlar bilirlər. Sənə nə aidiyyəti var? Və yaxud mənə nə aidiyyəti var? Sən nə istəyirsən bu xalqdan, bu millətdən, bu insanlardan, bu cənub bölgəsinin insanlarından? Mən yaxşı bilirəm nə istəyirsən. Sən sahibkarlardan pul qopartmaq istəyirsən. Sən bu ovçuluq təsərrüfatlarının işçilərinə pul qopartmaq istəyirsən. İndi ovçuluqdan yazmırsan. Niyə? Çünki mən eşitdiyimə görə gətirib sənin üçün orada, sən özün gətirmirsən orada ovçuluq, Mahmud Sala ovçuluq təsərrüfatının daya mərtəzində kreslo qoyubsan, stol qoyubsan, miz qoyubsan, nəm yatacaq qoyubsan. Gəlib ki, orada lövbər salacaqsan, quş qırdıracaqsan özü üçün. Ondan sonra sənə quş verəcəklər, yeyib içəcəksən orada. Bunları hamısını mən eşitmişəm. Ona görə sən bu Mahmud Sala ovçuluq təsərrüfatında da işin yoxdur. Mən bunları hamısını yaxşı bilirəm. Hamısını da eşitmişəm bunları. Çox maraqlıdır, ay cəmaat, ay el, ay millət, ay əhali. Bu Rüstəm Məmmədov səhiyyədən yazmır. Təhsildən yazmır. Şikayət eləmir. Ondan sonra mədəniyyətdən yazmır, şikayət eləmir. İdmandan yazmır, şikayət eləmir. Prokurorluqdan yazmır. Məhkəmədən yazmır. Polisdən yazmır, şikayət eləmir. Bunun fikri, zikri onca bu meliorasiya işçiləridir. Bir də bu ekologiya işçiləridir. Düzdür, ekologiya işçilərindən biraz sakitləşib. Çünki onu da bilirlər də, nəysə onu eləyiblər, o sakitləşib. Melioratorlardan pul qopartmaq istəyir. Sahibkarlardan pul qopartmaq istəyir. Məndə olan məlumata görə, qoy deyim elə bu sözü, məndə olan məlumata görə, deməli, bir sahibkardan bu Rüstəm Məmmədov 7000 pul alıb. Nədir ki, su amanəçilik törətməsin, suyun qabağını kəsdirməsin, ora-bura şikayət eləməsin bu melioratorlardan və su normal gəlsin. Sahibkarlar da burada heyvan qarasını yaxşı suvarsınlar, Qızılağac Milli Parkına su geçsin, Qırmızıçay ovçuluq təsərrüfatına su geçsin və Zəvvar ovçuluq təsərrüfatına su geçsin. Özü almayıb, vasitəçisi vasitəsilə. Özü çünki qorxağın biridir, qorxandır. Söz üstündə durandır. İndi elə sözlər deyir, bilirsən, deyir, adam var, baxar güzgiyə, adın qoyar özgiyə. Özü pul alır, özü rüşvətxorluq edir, gedir yazıb o Fəttahı günahlandırır, nə pul almışsan belə. Əşi Fəttah alıb sənə aidiyyət var. Sən kimsən? Və sual verirəm sənə. Mən biləni əhali də sual verir. Sən kimsən? Sən nəyə xidmət edirsən? Ayıbdır, utan yine yaşından, başından. Yaşlı adamsan, ged o evində, nə işin var bu xalqla, millətlə? Nə su belə gəldi, su belə getdi. Nə bilim, belə elədilər, elədilər. Sənin aidiyyəti var. Hər halda bu, sən məktub yazırsan, bu şikayətlər yazırsan. O rəhbəri də bilmirlər sən nətər insansın. Cəmaat da beziyib sənin əlindən. Vallahi billahi o Ekologiya Nazirliyi, Meliorasiya Nazirliyi, sonra o hara yazırsan, o prezident aparatı beziyiblər səndən. Bu yaşlı başlı hörmət edir, ayıb da. Ölüm var, itim var. Sabah mən də öləcəyəm, sən də öləcəksən. İnsana iki əməl qalacaq, bir yaxşılıq, bir pislik. Bunu niyə qazanırsan sən? Biz gedəcək bir nəvələrimizə, balalarımıza nə qoyub gedəcək? Bunu düşünmüsən heç sən? Mənim nəslim haqqında, mənim tayfam haqqında danışırsan. Utanmırsan sən? Mənim tayfamın nə günahı var? Mənim tayfamda müharibədə 44 günlük müharibədə şəhid vermişik biz. Əmi oğul, nəvəmi vermişəm şəhid. Allah onu rəhmət eləsin. Onun atasının, anasının əllərindən öpürəm. Və onun timsalında bütün şəhidlərimizi Allah rəhmət eləsin. Onun atasının, anasının timsalında bütün şəhidlərimizin, ataların, anaların əlindən öpürəm. Mənim tayfam ona yaxın müharibə veteranı var. Müharibə 50 var. Mənim öz oğlum müharibə 50'dir. Öz qardaşım oğlu bu qışlarda yaşayır, kiçik qışlarda müharibə veteranıdır. Sən bu ərazi məsələsi danışırsan, nə bilim, qanunsuz yaşayırsan. Sənin aidiyyəti var, sənin həyatında mən yaşayıram. Azərbaycanımda yaşayıram və Azərbaycanımı da sevirəm.
Cəllabadımda yaşayıram. Cəllabadımı da sevirəm. Sən kimsən ağı bu sözləri deyirsən efirdə? Utanmırsan sən? Ayıb olsun sənə.